Salam əziz tələbələr, yenə bir sınaq izahı ilə qarşınızdayıq. Bu sınaqda sonuncu illərin qəbullarında istifadə olunmuş sual izahlarını görmüş olacaqsınız. Vacib suallar var, hər bir izahı diqqətlə qulaq asmalısınız ki, sizin üçün faydalı ola bilsin. Deməli, vaxt itirmədən ilk sualımızdan başlayırıq. Birinci sualımız riyazi əməl sualıdır, 2025-ci ilin qəbul sualıdır. Deməli, riyazi əməllərdə dedik ki, birinci mötərizənin içindən başlayırıq. Operator hardadırsa, həmin hissədə hesablayacaq. Baxın, romb verib birinci sətirdə burada hesablayıram. Sol tərəfi bərabərləşdirirəm sola. 9-a bərabər 27-yə. A bərabər buradan neçə olur? 3-ə. Sağ tərəfi bərabərləşdirirəm sağ tərəfi. Baxın, bu mütləqdir. Bərabərləşdirməliyik. 7B bərabər olur 14-ə. Buradan B bərabər olur 2-yə. A-nın və B-nin sadə qiymətlərini tapdıqdan sonra bərabərliyin sağ hissəsində yerinə yazıram. A-nın qiyməti 3-dür, B-nin qiyməti 2-dir. 2 dəfə 3 6 plus 2 bizə verdi 8-i. Deməli, mən mötərizənin birinci mötərizənin hesabladım, aldım 8. Buraya yazıram 8 plus. İndi ikinci mötərizəni hesablayacağım. Baxın, üçbucaq işarəsi bizdə harda verib? İkinci sətirə burada verib. Deməli, burada hesablamalıyıq. Sol tərəfə 33-dür. Sol tərəfi bərabərləşdirəm sola. 11-a bərabər olur 33-ə. A bərabər olur 3-ə. Sağ tərəfini isə operatorun sağına bərabərləşdirirəm. 9B bərabər olur 18-ə. B bərabər olur 2-yə. Bərabərliyin sağında yerinə yazıram. A 3-dür, B də 2-dir. 3 0 9, üstə 2 gəldi. 11, 11 çıxsın 3 bizə verdi 8-i yenə. Deməli, mən ikinci mötərizədən də qiyməti 8 olaraq tapdım. Yəni, buradan yazıram. 8 plus 8, bunları hesabladım. Çıxılsın. İndi bunu hesablayacağım. Həmin operator isə bizə verilib 3-cü sətirdə. Deməli, baxın, sol tərəfi 15-dir, sol tərəfi 5-adır. 5-a bərabər 15-dirsə, A bərabər olur buradan 3-ə. Sağ tərəf 16-dır. 8B bərabər 16-dırsa, B bərabər olur buradan 2-yə. Yenə A-nın qiyməti 3, B-nin qiymətini 2 tapdıq. Yerinə yazıram. A 3-dür, B isə 2-dir. Buradan 3 plus 5, 8, 2 çıxanda 6 alınır. Yəni, bu qiyməti getirib yerinə yazıram. Artıq bunu da hesabladım. 8 plus 8, 16, 6 çıxanda 10 alınacaq. Deməli, bu sualın doğru cavabı olur 10. Cavab olur C variantı. Yaddan çıxartmayın ki, operator hardadırsa orada hesablamalıyam. Baxın, 3-bucaq 2-də deyə burada hesabladım. Solu sola bərabərləşdirdim. Sağı sağa bərabərləşdirdim. A-nın B-nin qiymətini tapdıqdan sonra bərabərliyin sağında yerinə yazıb doğru cavabımı hesaplamış oldum. Keçirəm ikinci suala. Bir anaqramdır. Birbaşa yazıram. Hər birinin mənasını. Deməli, A-da yazılıb fizioloq. Daha sonra B-də astronom. C-də psixoloq. D variantı filoloq. Daha sonra Y-də isə kollec yazılıb. Deməli, baxın, kollegiya fərqli bir anlayışdır. Digər hər biri şəxsdir. Psixoloq da, astronom da, filoloq da, fizioloq da. Hər biri şəxsdir. Kollegiya bir qrupdur. Fərqli anlayışdır. Cavab olacaq kollegiya. Üçüncü sual yenə bir analogiya sualdır. Fraza söz. Yenə 2025-ci ilin qəbul sualıdır. Baxın, fraza sözlərdən ibarətdir. Bina mərtəbələrdən ibarətdir. Bunu frazeoloji birləşmə ifadəsindən tutmaq olar ki, frazeoloji birləşmə nələrdən ibarət olur? Sözlərdən ibarət olur. Deməli, fraza sözlərdən, bina mərtəbələrdən ibarətdir. Üçüncü sualın doğru cavabı oldu. C variantı. D variantı yazılanlar təəssüf ki, yanlış idi. Mahnıda melodiya, sözdə fraza. Baxın, mənasız bir şey çıxır ortaya. Amma fraza sözlərdən ibarət, bina mərtəbələrdən ibarətdir. Fraza sözündə frazeoloji birləşmədən tutmaq olardı ki, frazeoloji birləşmələr 2 və daha çox sözdən ibarət olur. Deməli, fraza sözlərdən ibarət olur. Dördüncü sualımız bir yenə 2025-in qəbuludur. Bir operatordur. Dedi ki, eyni operator gördüksə bunların gördüyü işlər eyni olmalıdır. Baxın, məsələn, diqqətlə baxmış olsaq 1-1-ə bölünür, 4-2-yə, 15-3-ə, 12-3-ə, 6-2-yə. Əgər belə bir sual verilibsə mütləq şəkildə ipucularından istifadə etməyə çalışmalıyıq. Mütləq şəkildə birinci düsturu yazılır bu tip sualların. Sonra suala uyğun, həmin düstura uyğun ədədlər yazılır. Əgər bu ədədlərin hamısı müvafiq olaraq sağdakı ədədə bölünürsə, deməli müəllif bunu bilərək edib, bölmək istəyib. Məsələn, 3-cü sətrə baxın, 15-i bölünən 3-ə nə alınır? 5 alınır. Deməli, buradan alındı 5. Yenə bu əməliyyat bölmə əməliyyatı idi axı. 10-u 5-ə bölündə nə alınacaq? 2. Deməli, mən əvvəlcə 6-nı böləcəm 2-yə, alacam 3-ü. Sonra baxın, buradan alınır 3. 9-u 3-ə bölündə nə alacam? 3 almış olacam. Cavab olacaq C variantı. Bu bölmə əməliyyatı idi. Birinci mötərizənin için tətbiq edirdik. 1-i 1-ə böləndə 1 alınırdı. Yenə alınan 1-i də 1-ə böləndə yenə 1 alınmış olacaqdı. 5-ci sual. Yenə 2025-in analogiya sualdır.
Teleskop cihaz astronomiya. Baxın, teleskop cihazlardan biridir və teleskop astronomiya sahəsində istifadə olunur. Eyni qayda qanunluğu, eyni analogiyanı ikinci sətirdə qurmalıyıq. Baxın, istiot ədviyyatlardan biridir. İstiot harda istifadə olunur? Mətbəxdə və ya kulinariya deyək. Yəni cavabımız kulinariyadır. Kulinariya sanki bir mətbəx, bir aşbazlıq sənətidir. Teleskop astronomiya sahəsində, istiot isə kulinariya sahəsində istifadə olunur. Cavabımız da burada olacaqdır nə? Baxaq variantlara. D variantı yazdıq. Burada variantların yeri qarşı belə bu variant olacaq. Kulinariya variantı olmuş olacaq. Kulinariya sanki bir aşbazlıq sənəti, bir mətbəxdir. Bu şəkildə düşünmüş olacağıq. 6-cı sualımız yenə 2025 qəbuldur. Deməli, şəkil analizidir. Bizə nə lazımdır? Baxın, bizə bərabərin solunda hər hansı bir yerdə olub, bərabərin sağında olmayan xətlər lazımdır. Əgər bərabərin sağında, baxın, bu hissədə, indi dairə aldığım hissədə olan xətt varsa, yəni burada ən az bir xəttim varsa, o cavab variantda olmalı deyil. İndi gəlib bir variantlar arasındakı fərqə baxıram. Məsələn, A variantı və B variantı arasındakı bir fərqə baxmış olsaq, baxın, mən qara nöqtə ilə işləyəcəm, çalışacağım, çünki qara nöqtə ilə yer təyin etmək daha asandır. Qara nöqtədən gəlirəm bura, baxın, burada ortadan yuxarı belə bir əyri xəttim qalxır. Amma mən qara nöqtə ilə bura gələndə, baxıram ki, buradan yuxarı belə bir əyri xəttim qalxmır. Söhbət nədən gedirdi? Baxın, söhbət diqqətlə baxmış olsaq, hardan gedəcək? Mən gələcəm bura. Baxın, bu xətti gəlib çəkirəm sanki burada ortaya. Gördünüz, bunun ortasından belə bir əyri xəttim qalxdı. Əsas şəkildə bu varımdır. Və gəlib baxıram bura. Baxın, gəldim bu hissəyə və görürəm ki, buradan yuxarı belə bir xəttim qalxmayıb artıq. Baxın, burada belə bir xəttim yoxdur. Bu xəttdən söhbət gedirdi. Bu xətt, baxın, burada verilməyib. Görürsünüz, bu hissədə yoxdur. Yoxdursa verilməli idi. A-da verilməyib A variantı yanlışdır. A-nı sildik. Daha sonra, məsələn, çox sürətli silinəcək Y variantı. Nəyə görə? Y variantın bu aşağı hissəsini görürsünüz. Bu düz xəttim. Mənim bu düz xəttim olsa ən aşağıda burada verilib. Mərkəzə bir düz xət verilib. Yəni, bura bütöv şəkildə var idi, amma olmalı deyildi bütöv şəkildə. Çünki bunun bir hissəsi burada var. Deməli, Y variantı yanlışdır. Bunu sildim. İndi baxıram B və D variantları arasındakı ixtiyari bir fərqi. Gəlin görək hansı fərqimizi görmək olur. Baxın, qara nöqtədən sağa biraz gedən kimi sola doğru belə bir əyri xəttim gəlib burada. Amma burada qara nöqtədən sağa gedəndə sola doğru belə bir əyri xəttim getməyib. Birində gedib, birində getməyib. Baxıram, söhbət nədən gedir? Baxın, elə bu xəttim burada var. Qara nöqtədən biraz sağa gedən kimi sola doğru belə bir əyri xəttim burada verilib. Baxın, bu hissədə. O əyri xət verilib deyə artıq burada lazım deyildi. D-ni sildim, D variantı getdi. Sonra B ilə C arasındakı bir fərqə baxmağa çalışacağıq. İndi diqqətlə baxaq görək harda bir fərq görmək olur. Biraz şəklimiz çətin idi. Fərqləri biraz gec tutmuş ola bilərdiniz, amma diqqətli olsaq elə də ağır bir sual olmuş olmayacaq bizim üçün. Deməli, baxın uşaqlar, harada bir fərq görürük? Məndə burada belə bir əyri xət var. Amma o əyri xət, baxın, burada verilməyib. Hara baxır? Sanki bu buzağa baxır, elə düzbucaqlı hissəyə baxır. Gördünüz, tam bura baxan hissədə. Birində var, birində yoxdur. Bəs o düzbucaqlı hissəm hardadır? Gəlin yerini konkret təyin edək. Mən qara nöqtədən sağa doğru gəlirəm, qalxıram yuxarı. Baxın, bunun yuxarı hissəsidir. Və baxın, burada məsafə nə qədərdir? Bir bölgü gəlmişəm sanki. Mən qara nöqtədən, baxın, biraz sağa gəlirəm, qalxıram tam yuxarı. Baxın, burada belə bir hissəm alınmalıdır. O hansıdır? Qara nöqtədən gəldim sağa. Qara nöqtədən gəldim sağa. Baxın, bu düz xətti çəkirəm bura. Gördünüz, bu hissədir. Burada alınan bu xətt əsas şəkildə varımdır. Və gəlib baxıram ki, baxın, həmin hissə burada verilməyib. Verilməyibsə nə olmalıdır? İndi verilməli idi. C-də verilməyibsə yanlışdır. B variantda verilib, B variantı doğrudur. Şəkil çətin şəkil idi, amma şəkli üstə çəkmənizi heç bir halda tövsiyə etmirəm. Çalışın bu şəkildə variantlar arasındakı fərqlərlə işləyəsiniz ki, sürətli cavab tapa biləsiniz. 7-ci sualımız yenə bir analogiyadır. İdxal, ixrac bir-birinin əksidir. İdxal xaricidən almaqdır, ixrac xaricə satmaqdır sanki. Yəni alqı və satqı. Cavab olacaq A variantı. Növbəti 8-ci sualımız X və Y-in hansı kvadratlarla işarələdiyini tapmalıyıq. Yəni bir şəkil analizi sualıdır. Şərtli oxumağa ehtiyacımız yoxdur. Deməli, tapmalıyıq ki, X hansıdır, Y hansıdır. İlk növbədə kodları yazıram. Kod hər hansı bir figurdan çıxan xətlərin sayı idi. Baxın, R-dən 3 xət çıxıb, F-dən 3 xət, U-dan 4, K-dan 4, V-dən 3, Y-dən 5, G-dən 3, L 5-dir, H 4-dür, O 3-dür və P 3-dür. Sağ tərəfdə yazıram 4, 3, 4, yenə 4-dür, 3-dür, yenə 3-dür, bunlar da 3-dür, 4-dür, bu 5-dir, 1, 2, 3, 4, 5 diqqətli saymaq lazımdır. Bu 3-dür, 3-dür, bunları yazdıq. 2 dənə 5'li olmalı axı bizdə diqqətli sayaq.
Hansısa birini gözdən qaçırtmış olmadı. Aha, baxın bu da 5-likdir. 1, 2, 3, 4, 5. Diqqətli saymalıyıq ki, gözdən qaçmasın. Yoxsa yanlış anladıq cavabımız. Barıq kərəsindən bir neçə ədəd verilib. Bu zaman biz nə etməliyik? Onların koordinatlarından istifadə edərək tapmağa çalışmalıyıq. Deməli, üçlüklər və dörtlüklər, 3 dənə dörtlüyümüz var. Gəlin dörtlüklərin koordinatını yazaq. 4-dən gəlib 4-ə, 4-dən gəlib 3-ə, 4-dən gəlib 3-ə, 4-dən gəlib 5-ə. Bunun koordinatı oldu bu şəkildə. Bunun koordinatından baxıram. Deməli, 4-dən gəldi 3-ə, 4-dən gəldi 4-ə, 4-dən gəldi 3-ə, 4-dən başqa arası gedibmi? 3-ə, 4-ə, 3-ə və digər tərəfdəki 4-ə, bəli. Baxın bu xəttimiz. 1, 2, 3, 4, 4 dənə də yazdıq. Bunun koordinatı oldu belə. Baxın, bunun biri 5 ilə bağlantılıdır, biri 5 ilə bağlantılı deyil. Bir də digər dörtlüyümə baxıram, buna. 4-dən gəldi 3-ə, 4-dən gəldi 5-ə, 4-dən gəldi 4-ə, 4-dən gəldi 3-ə. Deməli, 3 və 4. Baxın, bunun koordinatı eynidir. 2-dən 3, 1-dən 4, 1-dən 5. Amma bir dənə dörtlüyüm var ki, 5 ilə bağlantılı deyil. Hansı dörtlüyümdür ki, 5-liklə bağlantısı yoxdur? Baxın, dörtlüklərimin biri budur. Biri H-dır. Biri K-dır, biri də U-dur. Baxın, K-nın 5-liklə bağlantısı var, Y ilə. H-ın 5-liklə bağlantısı var, L ilə. Bir dənə nəyin bağlantısı yoxdur 5-liklə? Baxın, həm K-nın, həm H-ın bağlantısı var, amma U-nun 5-liklərlə bağlantısı yoxdur. 5-liklərlə bağlantısı olmayan, baxın, bu idi. Onu yazıram bura. Çünki koordinat hissəsində 5 yox idi. Artıq bunları silirəm, ehtiyacım yoxdur. U hərfini tapdıq. Davamı çox sürətli çıxacaq. Baxın, indi diqqətlə aşağı baxsaq daha aydın tutacaqsınız. U hərfinin bir bu üçlüklə bağlantısı var. U hərfinin bir bu x-ilə bağlantısı var, 4 xətlidir. U hərfinin bir bu y-ilə bağlantısı var, 3 xətlidir. U hərfinin bir də burayla bağlantısı var, baxın 4 xətlidir. 2 dənə 3 xətli, 2 dənə də 4 xətli ilə bağlantısı var. Və diqqətlə baxıram ki, birinci 3 xətlilərə U ilə bağlantısı olan 3 xətlinin başqa bir 5 ilə bağlantısı var. Amma U ilə burada bağlantılı olan bu 3 xətlinin heç bir 5 ilə bağlantısı yoxdur. Baxın, bunun nə bu 5-lik deyil, bu 5-lik deyil, bu da 5-lik deyil. Bu fiqurun 5-liyin heç bir ilə bağlantısı yoxdur. Gəlib baxıram yuxarı. U hərfi ilə bağlantısı olan üçlüklərdən biri hansıdır? V-dir. U hərfi ilə bağlantısı olan üçlüklərdən biri də F-dir. Baxın, V-nin bir 5-lik ilə bağlantısı var. Amma F-in bir 5-lik ilə bağlantısı yoxdur. Deməli, U-nun Y ilə bağlantısı var idi və Y-in bir 5-lik ilə bağlantısı var idi. Deməli, bu hansı olacaq? U-V bağlantısı olacaq. Bu oldu V. Y-i tapdıq. Artıq Y bilirik ki, bizdə V-dir. Digər üçlüyümüz isə, baxın buydu. Bu da olacaq F. Heç bir bağlantısı yoxdur 5-liklərlə. U-nun V-ni və F-i tapdım üçündə. Daha sonra digərlərinə baxmış olsaq, məsələn, F ilə irəli getmək olarmı? Bəli, F ilə irəli getmək olacaq. Necə? Baxın, F-dən R-ə gedib 3 xətti var, F-dən K-ya gedib 3 xətti var, F-dən U-ya gedib 4 xətti var. Deməli, F-in birdən 3 xəttli ilə bağlantısı var, əlimdə qalan. Bir də 4 xəttli ilə bağlantısı var, əlimdə qalan. Çünki onu tapmışam onsuz. Deməli, F-in bağlantısı olan 4 xəttli hansı olacaq? K olacaq. Baxın, F-K bağlantısı 4 xətti var, buna 4 xətti var. Bitdi. Cəmi 4 dənə biz fiqur tapdıq, kifayət etdi. Deməli, X oldu K, Y də oldu V. K və V. İndi uyğunluğu quraq. 1-ə uyğun gələcək. K hardadır? D variantındadır. 1-ə uyğun gəldi D. 2-ə uyğun gəldi V hardadır? B variantındadır. B. 1D 2B. Baxın, diqqətli olsaq çox çətin bir sual deyil, amma vaxt aparan sual idi. İpucularını necə göstərdimsə, diqqətlə baxıb bu şəkildə kim səhv yazıbsa, yenidən bu sualı işləməyi vacibdir. 9-cu sual 2024-ün qəbuludur. A variantı kafeli yazılıb. Bir anaqramdır. B variantı sarımsaq yazılıb. C-də balqabaq yazılıb. D-də soğan yazılıb. Y-də badımcan. Deməli, hər bir tərəvəzdir, yeganə, kafel, fərqli anlayışdır. 10-cu sual, yenə 2024-ün qəbulu. Dedik ki, əməllərlə işləyəndə ədədin rəqəmlərin sayı çoxdursa ona ayrı-ayrı baxırıq. Baxın, nəticən mötərizənçidir, yəni bərabərin sağı mötərizənçidir. Sağ tərəfdə rəqəmlərin sayı çoxdursa buna 4, 2, 5 kimi baxın. Buna 9, 6, 1 kimi baxın. 9, 61 kimi yox. Rəqəmləri ya vuracam, ya toplayacam. Hər hansı birini yoxlayın. Hər hansı birindən cavab alınacaq mütləq. Toplasaq nəsə alınmırdı. Amma vursaq 4 dəfə 2, 8, 8, 5-ə vuranda 40 alınırdı. Baxın, bu 40 deməkdir sanki. Bu da 43. 43-dən 40 çıxıram,
3 alınır. Yenə 2 dəfə 6, 12, 12 vuranda 6-ya 72. 81-dən 72-ni çıxanda 9 alınacaq. Eyni qaydada 8 dəfə 1, 8, 8 dəfə 8, 64. Mən də 71-dən çıxacam neçən 64-ü, bu mənə verəcək 7-ni. Cavab olacaq B variantı. Ədədin rəqəmlərinin sayı çoxsa, rəqəmlər ayrı-ayrı baxıram. Yəni buna 961 yox, 9, 6 və 1 kimi baxıram. Ya rəqəmlərin cəminə baxıram, ya rəqəmlərin hansına baxıram. Hər hansı birindən cavablar çıxacaq onsuz da. Sadəcə siz yoxlamağa çalışmalısınız. 11-ci sual bir şifrə sualdır. Yəni 2024-ün qəbuludur. Çətin bir şifrə deyildi. İpuçlarını işləyəcəyik. Baxın, motor sözündə ikinci və dördüncü hərflər eynidirsə 2 və 4 eyni olmalıdır. A variantı yanlışdır. A variantı 7. Digər variantlardan B yanlışdır. 2 və 7 eyni deyil, 7. C variantı yanlışdır. 1 və 3 verilib. C variantı 7. Motorda ikinci və dördüncü eyni idi deyə ikinci və dördüncü eyni olmalıdır. Cavabım olacaq ya D variantı ya Y variantı. İndi məsələn gəlin baxaq. 1 verilib, bir də 5 verilib, elə deyil. Baxın, 2 dənə 5 ilə başlayan mənim şifrəm var, amma 1 ilə başlayan 1 dənə şifrəm var. Gəlib buna diqqət yetirmiş olsaq, baxın, mənim məsələn 2 dənə M ilə başlayan sözüm var. 2 dənə də 5 ilə başlayan nəyim var idi? Şifrəm var idi. Deməli, mən M-in şifrəsi olaraq 1-i götürməyəcəm. Çünki əgər M-in şifrəsi olaraq 1-i götürsəm, bu da 1 ilə başlamalıdır, bu da. Axı, mənim cavab variantlarında 2 dənə 1 ilə başlayan şifrəm yoxdur. Deməli, mən M-in şifrəsi olaraq 5-i götürəcəm ki, mənim cavab variantlarında 2 dənə 5 ilə başlayan nəyim olsun? Variantım olsun. Həm B-də, həm də Y-də 5 ilə başlayıb. Deməli, biri mantonun şifrəsidir, biri motorun şifrəsidir. Baxın, burada 2 dənə eyni ədəd var, burada 2 dənə eyni hərf var. Deməli, Y variantı motor sözünün şifrəsi olmuş olacaq. 12-ci sualımız yenə bir anagram olacaq. Deyir, hərflərin sırası pozulmuş 5 sözdən 4-ü arasında məntiqi əlaqə var. Gəlin baxaq. Fərqli söz tapmalıyıq. 2024-ün qəbuldur. A variantda stomatoloq yazılıb. Bir şəxsdir. Dedik ki, loqlar şəxs bildirir, logiyalar elm bildirir. Loqlardan tutmaq olardı. Stomatoloq şəxsdir. Uroloq və ya stomatoloq həkimdir. Uroloq həkimdir. Terapevt yazıb D-də. Terapevt. Xəttimə görə çox da əhəmiyyət vermir xəttimə. Terapevt həkimdir. Psixiatr həkimdir. Deməli, baxın, stomatoloq, uroloq, terapevt, psixiatr hamısı həkim oldu. B-də isə futuroloq yazılıb. Futuroloq bu futurizm. Əgər eşitmişsinizsə, futurizm bu belə bir sənət var, incəsənət sahəsidir. Bununla məşğul olan bir şəxs kimi, yenilikçi, daha fərqli bir dünya görüşü, daha fərqli bir dünya yaradan bir şəxs kimi düşünmüş olacaq. Yəni bu həkim deyil. Futuroloq fərqli mənaya gələcək. Digərləri həkim olacaq. Deməli, doğru cavabımız oldu burada B variantı. B variantını da silmişdim, az qalsın. Deməli, cavabımız oldu B variantı. 13-cü sualda bir sual əvəzinə uyğun olan variant tapın. Ədəd hansı yazılmalıdır? Onu tapın. 2024-ün qəbul sualıdır. Bu sadəcə kub olmalıdır burada. Doğru düşməyib. Yenə bir operator sualdır. Dedik ki, operatorun solunu soluna bərabərləşdirirəm. A kubu bərabər olur 125-ə. A kubu bərabər 125-dirsə, buradan A bərabər olur 5-ə. Baxın, bu kubuydu. A kubu. A-nın qiymətini tapdım 5. Sağ tərəfdə bərabərdir sağa. Yəni 4B bərabər X desəm, buradan B bərabərdir X bölünsün 4-ə. Yerinə yazıram. B-nin qiymətli oldu X bölünsün 4. Nə alınır buradan? 2 dəfə 5 10. 10 plus 2 vurulsun. Baxın, burada 2 ilə 4 ixtisar yetsin birbaşa. Burada nə qalır? 2 qalır. 10 plus X bölünsün 2. Mən bu operatoru hesabladım bu hissəni. Aldım bu ifadəni. Deməli, o nəyə bərabər olacaq? 30-a. Bərabər 30 yazıram. Çünki baxın, bu ifadə 30-dursa, onun qiyməti də 30-dur. Ondan alınan ifadə də 30-dur. İndi X bölünsün 2 bərabərdir. 30-dan 10 çıxsam 20. Deməli, X-in qiyməti nə olmalıdır? 40 olmalıdır ki, 2-yə bölüm 20-ni alın. Və çarpaz vuran 2 vursun 20 bizə 40 vermiş olur. Bu sualda doğru cavab oldu. Məhz D variantı 40. 14-cü sual. Analogiyalı 2024-ün qəbul sualdır. Deməli, doğru cavab burada alma qabığı idi. Fərqli variant seçməli idik. Baxın, əvvəlcə bədən olur, sonra paltar geyinilir. Əvvəlcə su olur, sonra su çəlləyə qoyulur. Əvvəlcə ayaq olur, sonra ayaqqabı. Əvvəlcə qılınc olur, sonra qın. Mütləq şəkildə buna diqqət yetirin. Yəni, bədən var, paltar sonradandır. Su var, çəllək sonradandır. Ayaq var, ayaqqabı sonradandır. Qılınc var, qın sonradandır. Alma qabıqda isə, baxın, alma yaranır, sonradan qabığı yaranmır.
Almanya qabığı elə bütöv şəkildə olur. Ona görə cavabımız olur məhz C variantı. Biraz çaşdırıcı bir sual idi. 15-ci sual yenə 2024-cü ilin qəbuldur. Armud qaxa uyğun olan variant tapmalıydıq. Baxın, qax burada rayon deyil. Görürsünüz kiçik hərflə yazılıb. Qax meyvə qurusudur. Armudun qurusu qax adlanır və ya meyvə qurusu qax adlanır. Belə düşünə bilərdik. Üzümün qurudulmuş halda nədir? Kişmişdir. Armud qurusuna qax deyəcək. Üzümün qurusuna isə danışa bilmədim burada. Üzümün qurudulmuş halına isə kişmiş demiş olacaq. Cavab olur məhz Y variantı. 16-cı sualımız yenə bir anaqramdır. 2024-cü ilin anaqramıdır. Deməli, A variantda üçlük yazılıb. Üçlük. B'də beşlik yazılıb. Beşlik. Daha sonra D'də 20'lik yazılıb. Y'də 8'lik yazılıb. Deməli, bunları say sistemi kimi düşünəcəkdik. C'də birlik yox. Bir illik yazılıb. Birlik yox. Diqqət toxmayıq burada. Birlikdəki i hərfləri doğru gəlmir. Baxın, bir illik. 3 dənə i hərfi var idi. 3 dənə i hərfi olmalıdır. Birlik sözü idi bu. Cavabımız fərqli variant kimi C variantı olacaq. Birlik başqa bir anlayışdır. Digərləri say sistemlərdir. Birlik bir topluluq, bir qurum kimi düşünmüş olacaqdıq. 17-ci sualımız asan bir şəkil analizidir. Yenə 2025-ci ilin qəbul sualıdır. Qeyd etmək yadımdan çıxıb. Deməli, diqqətlə baxmış olsaq, 2025 yox, 2024. Ya 24 ya 25-in qəbuldur. Artıq o qədər əhəmiyyət daşımır. Deməli, dedik ki, bərabərin solunda bir yerdə olub, sağında olmayanlar lazımdır. Sağında verilən mənə lazım deyil. Məsələn, qara nöqtədən aşağı düşən bu xəttim. Artıq burada bərabərin sağında varsa mənə lazım deyil. Y yanlışdır. B'də var, B yanlışdır. Bunlar getdi. Daha sonra variantlar arasındakı fərqə baxın. Məsələn, baxın, C variantda yanlışdır. Səni də sürətli silək. Qara nöqtədən sola gələn bu xəttimi görürsünüz. Burada varsa artıq burada lazım deyildi. C də getdi. A ilə D variantı arasındakı fərqə baxın. Baxın, ən solda olan bu uzun düz xəttim. Onsuz da baxın, burada verilib bu xəttim. Deməli, mənə lazım deyildi. D-ni də silən kimi doğru cavab kimi məsəl variantı qalmış olurdu. Artıq sol tərəfdə şəkilləri üstə çəkim falan belə ehtiyacım qalmadı. Variantlar arasındakı fərqini işləyəndə sürətli şəkildə cavabı tapmış oldum. 18-ci sualımız 2024-ün qəbul analogiyasıdır. Hüceyrə, sitoplazma, qanda nə olacaq? Plazma. Sanki hüceyrənin daxili sitoplazma, qanın da daxilinin tərkibində nə var? Plazma var. Bu şəkildə düşünmüş olacaq. Biraz çaşdırıcı ola bilərdi bu sual. Xüsusən arteriya kimi düşünə bilərdiniz. Sözlərin ona görə mənasını bilmək lazımdır. Sitoplazma hüceyrənin içində olan bir maye bənzər bir formada olan bir necə deyim, maddədir. Belə düşünə bilərdik. Yəni hüceyrə sitoplazmadan ibarətdir, qan da plazmadan ibarətdir. Bu şəkildə yadda saxlasaz kifayət edəcək sizə. 19-cu sual. Yenə bir riyazi əməl sualdır. Deməli, birinci mötəzədən başlayıram. Neçənci ilin qəbul olmalıdır? Səhv etmirəmsə, bu da 2024-dür. Baxın, romb mənə verilib ikinci sətirdə. Deməli, burada hesablayacağam. Sol tərəf bərabərləşdirəm sola. A bərabər olur 6-ya. Sağı bərabərdir sağa. B bərabər olur 2-yə. Bərabərliyin sağında qiymətləri yerinə yazıram. B-nin qiyməti 2-dir, A-nın qiyməti 6-dır. Nə alınır? 3 dəfə 2, 6 plus 6, 12. Bu getdi 12-yə. İndi ikinci mötəzəni hesablayacağam. Qara dairə mənə verilib birinci sətirdə, burada hesablayıram. A üstü 5 bərabərdir. Sol tərəf 32-yə. Buradan A bərabər olur 2-yə. Yəni 2 üstü 5 mənə 32-ni verir. Sağ tərəf sağa bərabərdir. 4B bərabər 16-dırsa, B bərabərdir 4-ə. Baxın, sağını da götürdüm, sağ tərəfə bərabərləşdirdim, B-nin qiymətini tapdım. Bərabərliyin sağında yerinə yazıram. A 2-dir, B-də 4-dür. Bu da bizə verdi 6-nı. Deməli, bunu da hesabladıq, 6 olaraq tapdıq. Heç bir cavab deyil. Mənim burada başqa bir operatorum da var axı. Mən indi bunu hesablamalıyam. Sol tərəf 12-dir, sağ tərəf 6-dır. Romb operatoru mənə verilib ikinci sətirdə. Deməli, yenə ikinci sətirdə hesablayacağam. Sol 12-dir. A bərabər olur 12-yə. Sağ 6-dır. B bərabər olur 6-ya. Yerinə yazıram. Baxın, B-nin qiyməti 6-dır. A-nın qiyməti 12-dir. Buradan da biz neçə alacaq? 3 dəfə 6, 18 üstə də 12 gələndə 30 almış olacaq. Cavabımız olacaq C variantı 30. Daha sonra 20-ci sualımız yenə bir şəkil analizi sualdır. Kodları yazıram. 2, 2, 3'dür bu. 3, 4 və 2. Sağ tərəfdə də sürətli yazaq. 2, 3, 3'dür. Bu da 2'dir. 4'dür. Bu da 2'dir. Deməli, mənim bir dənə dörtlüyüm var. O da eldir. Eli götürdüm, yazdım bura. Baxın, mənim bu üçlüklərimlə 2 dənə üçlüyüm var. Biri budur, biri budur. Elə deyil. Bu 2 üçlükdən. Bunun birinin L ilə bağlantısı var. Amma baxın, bunun L ilə bağlantısı yoxdur.
Mənə L ilə bağlantısı olmayan lazımdır. L ilə bağlantısı olmayan üçlüyün baxın bu N'dir. N'in L hərfi ilə birbaşa bağlantısı yoxdur. Amma M-in var. Deməli, məndə bu olacaq N, bu olacaq M. Birindən L-in bağlantısı var, birindən yoxdur. Mənə Y lazımdır, yəni L ilə bağlantısı olmayan L. Deməli, indi Y-i mən N olaraq tapdım. İkinci hərfim N olmalıdır. B yanlış, C yanlış, D yanlış. Ya P-N ya da K-N olmuş olacaq. X-i tapmalıyam. Baxın, X-in M ilə bağlantısı var və ya belə deyək. X-in M ilə bağlantısı, X-in L ilə bağlantısı. Həm L ilə, həm də M ilə bağlanan ikiliyim hansıdır? Hər ikisi ilə bağlanan ikiliyim. Baxın, o bizdə olacaq P. Həm M ilə bağlantısı var, həm L ilə bağlantısı var. Və ya X-in görürsünüz, N ilə bağlantısı yoxdur. N ilə bağlantısı olmayan ikiliklərim hansılardır? Bir dənə ikiliyim var. Baxın, N hərfindən K-nın bağlantısı var, N hərfindən R-in bağlantısı var. Amma N hərfi ilə P-nin bağlantısı yoxdur. Məhz X-la da N-in bağlantısı yox idi. Deməli, onda nə olacaq? X ilə bizdə bağlantısı yoxdur axı N-lə. P olmuş olacaq. Baxın, buradakı P-nin də N-lə bağlantısı yox idi. Deməli, bu oldu P. P, N cavabı olacaq Y variantı. 21-ci sualımız riyazi əməlli bir dövr operatordur. Bu operatoru uşaqlar çaşdıra bilərdi sizə. Bu şəkildə indidən qaralayın bunu. Operator olduğunu biləsiniz. Deməli, birinci mötərizənin içindən başlayırım. Kvadrat verib birinci sətirdə. A bərabər 6, B bərabər 3. Sol sola sağ sağa. A6, B3'dür. İndi mən, ya da silim bunu, bir çaşdırmasın biz daha da. Bu operator hardadır sonra düşürəm. Çünki kvadrat tapmaq üçün gərək o operatorunun qiymətini tapam. Sanki x bərabərdir. Y minus 3 yazılıb. Mən x-in qiymətini tapmaq üçün gərək aşağı düşəm, y-in qiymətini hesablayam. Alam qiymətimi gətirəm, yuxarıda yerinə yazam. Eyni qaydada indi o operatorunu burada hesablayacağım. Sol tərəfi 6-dır yenə. Baxın, bura 6-dır, bura 3-dür. Sağ tərəfi 3-dür. Yerinə yazıram. A6, B3-dür. İndi mən onu tapmaq üçün gərək bu operatoru tapam. Onu da tapmaq üçün düşürəm bura. Sol 6-dır. Yenə A6-dır. B də 3-dür. Yerinə yazıram. A6, B3. 6 plus 3, 9, 2'ye vursam 18. A6 idi. Bunu da 6 yazaq bura. Deməli, baxın, bu vergül operatorunun qiyməti mən nə tapdım? 18 tapdım. Deməli, bunu silirəm bu mötərizəni. Yerinə yazıram 18. Burada da plus 6'mız var. Plus 6. Bizə verir 24'dür. Deməli, mən indi o operatoru, baxın, bu sətirdəydi. Neçə tapdım? 24 tapdım. Gətirib yuxarıda yerinə yazıram. Baxın, bu o operatorunu silirəm. Yerinə yazıram 24. Çıxılsın 3. Bu 3'ü də yazırıq yanına. Bərabər olur 21'ə. Axır ki, mən kvadrat operatorun qiymətini nə tapmış oldum? 21 tapmış oldum. Bu 7 21'ə silirəm, birbaşa yerinə yazıram 21. İndi ikinci mötərizə bunu hesablayacağım. Bu hissəni siləcəm. Bu sizin üçün biraz çətin idi işləmək bilirəm. Silib yenidən yaza bilmək imkanınız çətin olur bəzən. Sol tərəf 2, sağ tərəf 3'dür. O operator buradadır, burada hesablayacağım. A2'yə bərabərdir, B3'ə bərabərdir. A2, B3, A2. İndi mən o operatorunu tapmaq üçün vergül tapacağım. Vergül mənə verilib burada. Burada hesaplamalıyam. Sol 2'də, A2'də yenə B-də 3'dür. Yerinə yazıram. A2, B3 olsa 2 plus 3, 5, 2'ye vursam 10. İndi baxın, vergül operatorunun qiyməti oldu 10. Gətirib burada yerinə yazacağım. 10 plus 2 bizə verdi 12'ni. Deməli, bu operatorun, yəni o operatorun qiyməti burada oldu 12. Bunu silib 12 edirəm. Heç biri cavab deyil. Çünki əlimdə bir operator hələ də var. Baxın bu operator. İndi bunu hesablayacağım. Sol sola bərabərdir. A bərabər 21'ə, B bərabərdir 23'ə. A 21, B də 23. 21 12 daha doğrusu. 23 niyə? 23 hardan yazdıq? Baxın 12'dir bu. 23 deyirəm bunu. B də bərabər 12'yə. 21 12'ni toplasaq 33, 2'yə də vursaq 66 almış oluruz. Ən son nəticədə bunu da hesabladım. Qiymətimi 66 tapdım. Deməli, doğru cavab variantımız C variantı 66 olacaq. Əgər dövr operatorlarda çox problem yaşayırsınızsa, sualın izahına yavaş-yavaş baxın. Hətta burada sürəti azaldın. Mən bəzən bilirəm 2x ilə danışıram, çox sürətli danışıram. Əgər başa düşmədiyiniz nüans olarsa təkrar-təkrar baxın. Elə olsun ki, artıq yavaş-yavaş bu tipli suallarla şəkil analizidir, riyazi əməldir, adi şifrə sualdır. Bunlarla bağlı bizim bir problemimiz qalmasın. Çünki daha çətin mövzular yavaş-yavaş qarşımıza çıxmış olacaq. 23-cü sualımız bir şifrə sualdır. Dedik ki, cədvəl forması olan şifrələrlə sütun-sütun işləmək daha rahatdır. Mən bu sütuna baxıram. R, K, R, N, T. 2 dənə R var. Fərqlidir, sayı çoxdur. Digərlərin hərəsindən bir dənədir. Burada birinci sütuna baxmışamsa, burada da birinci sütuna baxacağım. Baxın, 2 dənə 5 var. Digərlərin sayı azdır. Bunun sayı fərqlidir, çoxdur. Deməli, mən tapdım ki, 2 dənə R var, 2 dənə 5 varsa, R-in şifrəsi 5'dir. Harada R görürəm, yerinə yazıram 5'i. Harada gördümsə, yerinə yazıram. Deməli, sonu 5 ilə bitməlidir. Sonu 5 ilə bitməyən variantları silirəm. Bu ikisi 7. Daha sonra, məsələn, baxın,
İkinci sütunda 4 dənə A var, 1 dənə Y. 4 dənə 2 var, 1 dənə 4. Deməli, A-nın şifrəsi 2-dir, 2-lərdir. Y-nin şifrəsi 4-dür. Deməli, A 2 olacaq, Y də 4 olacaq. Gəlin baxaq variantlara. Deməli, baxın, 25 ilə bitməlidir, 35 ilə bitib yanlışdır, 15 ilə bitib yanlışdır. Nə qaldı? 25 ilə bitən bir dənə D variantı var, cavabımız oldu. Məhz D variantı. Yəni 200 dənə hərfin şifrəsini tapmaqla cavabı müəyyən etmiş olduq. Növbəti sualımız yenə bir anagram sualdır. Şərti oxuyuram. Yazıb ki, aşağıda verilmiş hansı iki sözün birləşməsindən yeni söz alınır. Və davam edir ki, sözdəki hərflərin sayı istifadə olunan sözdəki hərflərin sayına bərabərdir. Deməli, məsələn, birbaşa həll qaydasını keçəcəm uşaqlar. Bir də bir şey deyəcəm ilk növbədə sizə. Məsələn, mən tutaq ki, 3 və 4-dən bir söz alıram. Siz dana və tar sözlərini birləşdirməyə çalışmayın. Yəni bu şəkildə yazmayın. Tar dana və ya dana tar ardıcıl yazmayın. Əgər 3 və 4-ü götürəcəksə, məsələn, buradan T-ni götürəcək, buradan A-nı götürəcək, sonra buradan E-ni götürəcək, gəlib buradan R-i götürəcək. Yəni yerlərini qarışdıracaq, mütləq şəkildə qarışdırır. Yəni bu bir anaqramdır çünki. Və eyni zamanda hərf sayı bərabərdir deyir. 1, 2, 3, 3 dənə A hərf varsa, yeni yaratdığım sözdə də 3 dənə A hərfi olmalıdır. Ümumilikdə 3 hərf burada, 4 hərf buradadırsa, ümumilikdə 7 hərfim varsa, yeni yaratdığım sözdə də 7 hərf olacaq. Bunlara diqqət yetirin. Yəni hərf sayını azaldıb artıra bilməzsiniz, hərflər dəyişdirə bilməzsiniz. Bu variantlardan hər hansı birindən bir anagram alınır. Birindən alınır, digərlərinə alınmır. Bizə isə alınan lazımdır. Rahat yaza bilmək üçün mən anaqramları quracağam. İndi bir doğru, bir də yanlış cavab variantı qururam. Məsələn, A yanlışdır. 2 ilə 4-ü birləşdirib. Birinci anaqramı qururam. Necə qururam? Anaqram bu şəkildə. Sözlərdən birini parçalayıram. Məsələn, 4-ü parçaladım, oldu bu şəkildə. İkinci sözdə hərfləri əlavə edirəm onun arasına. Baxın, buradan bir söz alma ehtimalıma baxıram. Və görürəm ki, buradan bəli bir söz yaranması çətin məsələdir. Yaranmayacaq. Deməli, bu anaqram doğru deyilsə, variant nə olacaq? Yanlış olacaq. Gördünüz ki, söz ala bilmirsinizsə, çox da dirəşməyin. Deməli, o yanlışdır. Doğru cavabımız olurdu C variantı. Baxın, 1 ilə 3-ü birləşdirirdi. 1 ilə 5-i daha doğrusu. 1 ilə 5-i birləşdirirdi. Mən gəlib 1-i parçalayıram bu qaydada. 5-i də əlavə edirəm arasına. Deməli, buradan nə alınacaqdı? Söz yenə görmək biraz çətin idi, salfet alınmış olacaqdı. Biraz görmək bəzən həqiqətən bu tip testlərdə çətin olur. Xüsusən bu tip anaqramlarda 2025-in birinci cəhdinə oxşar bir anaqram sualı düşmüşdü. Onun üçün diqqətli olmalıyıq. Yenə qarşımıza növbəti qəbulda çıxa bilər bu sual. Daha sonra 24 nömrəli sualımız bir anaqramdır. Bir daha anaqramların sayı biraz çox idi. Yeni tipli sözlərimiz var idi deyə. Deməli, A variantında skripka yazılıb. Daha sonra doğru yazmadım. Növbəti B-də qarmon, C-də daha doğrusu, Y-də piano, D variantı kontrabas, B-də nəzarət. Deməli, skripka, qarmon, piano, kontrabas bunlar musiqi alətlərdir. Kontrabas sanki skripkaya bənzər bir simli alətdir. Nəzarət fərqli anlayışdır. B variantı olaraq götürmüş olacaq doğru cavabımızı. 25-ci suala baxırıq. Yazıb ki, H hərfindən solda yerləşən ilk hərflə H-dan solda yerləşən ilk hərf G-dir. A hərfindən sağda ikinci olan hərfin A-dan sağda olan ikinci hərfimiz C-dir. Deyir ki, G ilə C-nin tam ortasında yerləşən hərfin İkisinin tam ortasında yerləşən hərf Y-dir. Tam ortasına yerləşən hərfin, yəni Y-nin solundakı ilk hərfdən, Y-nin solundakı ilk hərf D-dir. İlk hərfdən sağda yerləşən ikinci hərfi tapın. D-dən sağda birinci, D-dən sağda ikinci. F hərfidir. Cavabımız olacaq Y variantı, yəni F hərfi. Asan bir sıra sualı idi. 26-cı sual yazıb ki, verilmiş 5 sözün misra, mayıs, mersi, miyan və mayor sözlərinin hərfləri şəkildəki ədədlərlə şifrələnmişdir. Hər bir dairə üzərində bir sözün hərfləri şifrələnmişdir. Hərflərin yerlərini müəyyən edərək uyğunluğu tapın. Deməli, mən sözlərimi bir kənardan yazacağım, yuxarı aşağı getməyək deyə. Deməli, sözlərimiz misra, mayıs. Yazıram buradan. Misra, mayıs. Daha sonra mersi, miyan. Mersi, miyan və mayor sözlərdir. Deməli, mən tapmalıyam ki, hansı
qiyməti alacaq. Yəni hansı hərf hansı ədədə uyğundur, sonra da uyğunluğu qurmuş olacaq. Deməli, birinci nədən istifadə edirik? Ən çox çevrənin içərisində olan rəqəmdən. Baxın, yeganə 2 rəqəm idi ki, bütün çevrələrin içərisində var. Deməli, 2-nin şifrəsi nə olacaq? Bütün sözlərdə olan hərf olacaq. Sözlərin hamısında olan ortaq hərf hansıdır? M hərfidir. Əla, bunu tapdıq. Baxın, bütün çevrələrdə 2 var, bütün sözlərdə M var. Deməli, 2-yə uyğun gəlir M. M hərfi hansı variantdadır? B. Deməli, 2-yə B variantı uyğun gəlmiş olacaq. Digərlərini tapmaqda biraz çətinlik çəkəcəkdik. Biz də bu anda nə edirdik? Götürüb hansı hərfimiz var və bunlar neçə dəfə istifadə olunub buna yazmağa çalışacaqdıq. Baxın, deməli M hərfi var, I hərfi, S hərfimiz var, R, A hərfi, Y, daha sonra N hərfi, O hərfi. Və təbii ki, bir dənə də E hərfimiz var, Mersi sözündəki. Deməli, baxırıq ki, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə hərf, elə 9 dənə də rəqəm verilib bizə. İndi biraz sürətli şəkildə hər hərfdən neçə dəfə istifadə olunduğunu yazacağım. Mən daha öncədən baxmışam deyə biraz sürətli yazıram. Yəni saymışam daha öncə hərfləri. Siz sayarkən sadəcə diqqətli olmalısınız. Biraz vaxt aparan sual idi. M-dən 5, I-dən 4 dəfə, S-dən 3 dəfə, bəli, R-dən 3 dəfə, daha sonra A-dan da 4 dəfə idi. Y-dən 3 dəfə idi. N, O və Y-dən isə hər birindən 1 dəfə idi. Baxın, onlar hansılara uyğun gələcək? Biraz aşağı çəkin bunu. Onlar uyğun gələcəkdi 3-ə, 1-ə və 4-ə. Ən sonuncu o bir dəfə istifadə olunan hərflərimiz. Hərəsi birinə uyğun gəlmiş olacaqdı. İndi deməli mən bilirəm ki, N-i, O-nu və Y-ni bu 1, 4 və 3 bu hissələrdən birinə yazmalıyam. Bəs onlar hansı çevrələrdir? Baxın, çevrələrindən biri budur. Yaxşı rənglə göstərirəm. O sözlərdən biri buraya yazılacaq. Daha doğrusu o hərflər olan sözlərdən biri buraya yazılacaq. Biri baxın buraya yazılacaq. Bu qırmızı ilə işarələdiyim hissə yazılacaq. Digər biri, məsələn, bunu da biraz fərqli rənglə göstərəcəm. Baxın, bir dənə sözüm də buraya yazılacaq. Deməli, E hərfi hardadır? Mersi sözündə. Daha sonra O hərfi hardadır? Mayor sözündə. Və N hərfi də hardadır? Miyan sözündə. Mən diqqətlə çevrələrə baxmış olsam, bu çevrələrin içində nə görəcəm? Məsələn, qırmızı ilə yaşıla baxın. Qırmızı və yaşıl, hələ ki, baxın, bu rəngi silən bizi aldatmasın. Qırmızı və yaşıl çevrələrin içərisində neçə ortaq rəqəm var? 3 dənə ortaq rəqəm var. Amma digərlərində bu şəkildə deyil heç birində. Diqqətlə baxsaq, heç birində bu xüsusən 3 dənə işarələdiyimdən yeganə qırmızı ilə yaşılın ortaq 3 dənə rəqəm var idi. 3 dənə rəqəmləri varsa, deməli, o sözlər hansı sözlərdirsə, onların 3 dənə eyni hərfi var. Bəs onlar hansılardır? Onlar diqqətlə baxmış olsaq, baxın, Mersi və Mayora baxsaq, M hərfləri ortaqdır, R hərfləri ortaqdır, bitdi. 2 dənə ortaq hərfləri var. Mersi və Miyana baxsaq, M ortaqdır, I ortaqdır, M ortaqdır, I ortaqdır və başqa ortaq yoxdur. Amma Mayorla Miyana baxsaq, M ortaqdır hər ikisində, A hər ikisində ortaqdır, Y hər ikisində ortaqdır. Baxın, Mayor və Miyan sözlərinin hər birində ortaq olan 3 dənə hərf var. Və mənim yaşıl və qırmızı çevrələrimin ortaq olduğu 2 dənə, 3 dənə rəqəm var. Deməli, baxın, burada 3 dənə rəqəm var. Ortaq, burada 3 dənə ortaq hərf var. Deməli, biri mayordur, biri miyandır. Avtomatik mersi hara qalır? Baxın, fərqli formada işarələmişdik. Elə deyil biz bunu. Bu hissəyə qalır. 3 olan hissəyə qalır. Mən mersini götürüb yazıram bura ki, mersi olacaq burada. Və bilirdim ki, bu bir dəfə istifadə olunan hərflərdən biri 1-dir, biri 3-dür, biri 4-dür. Mersi buradadırsa, E hərfi harda olacaq? 3-ə uyğun gəlmiş olacaq. 3 E hərfidirsə, baxın, o da hansı variantdadır? C variantındadır. Buraya yazıram C-ni. Bu da getdi, qaldı bir dənə biri tapmaq. O da bizdə çox çətin olmayacaq. Baxın indi, mənim qırmızı ilə bu mavi dairəmin ortağı olan neçə rəqəm var? Baxın, bu 2 dənəsinin içində ortaq olan 1, 2 var, bir də 9 var. Hər ikisinin ortasına düşüb. Baxın, hər ikisinin ortasındadır. Deməli, bir bu qırmızı idi. Qırmızı ilə çəkim daha aydın görəsiniz. Biraz xəttlərimin, dairələrimin sayı çox deyə çaşdırıcı gələ bilərdi. Yoxsa o qədər ağır bir sual deyildi. 2 ilə 9-u görürsünüz. Həmin mavinin içinə düşdü, həm qırmızının içinə düşdü. Amma məsələn, yaşılla mən mavinin içinə baxsam, ikisinin ortağı yeganə hansı hərfdir? Bunu götürmüş olsaq, ikisinin ortağı isə 2 ilə 7-dir. Bunları bəs biz necə fərqləndirəcəyik? Birinin ortağı 2 ilə 7-dir, birinin ortağı 2 ilə 9 idi. 2-nin onsuz nə olduğunu bilirdim. 7 və 9-un sayına baxıb fərqləndirmək olur. Baxın, 9 cəmi 3 dənə çevrədədir. Biri bu çevrənin içərisinə düşür. Bir də bu mavi çevrənin içərisinə düşür. 3 dənə çevrənin içərisinə düşür. 7 isə, baxın, bir dənə bu çevrə istisna hamısının içərisində var.
1, 2, 3, 4 dənə sevirənin içərisinə düşür, elə deyil. Gəlib baxacaqdıq ki, o hərflər hansılar ola bilər? Və baxın, mersidə olan hərflərdən birindən 2 dəfə istifadə olunub, birindən neçə dəfə istifadə olunub? 4 dəfə. Diqqətlə sayaq, 7-dən baxın, 1, 2, 3, 4, 4 dənə sevirənin içərisindədir. Birindən 4 dəfə, birindən 2 dəfə istifadə olunub, mersidə olan hərflərdən. Mən M-i və R-i tapmışam, M-i və Y-ni tapmışam. R, S və I hərflərindən. Birindən 2 dəfə, birindən də 4 dəfə istifadə olunmalıdır. Daha doğrusu birindən 3 dəfə, birindən 4 dəfə. Çünki baxın burada 9 3 dənə sevirənin içərisində idi. Qırmızı, mavi, bir də ki baxın bu kənarda qalan bu sevirənin içərisində idi. 3 dənə sevirənin içərisində idi. Birindən 3 dəfə, birindən 4 dəfə istifadə olunmalıdır. Qalan hərflərindən R, S və I hərflərindən. Deməli, I-dən 4, S-dən 3, R-dən 3 dəfə istifadə olunub. Baxın 4 dəfə istifadə olunan hansıdır? I hərfidir. 4 dəfə istifadə olunan və 4 dənə sevirənin içərisində olan rəqəm hansıdır? 7-dir. Deməli 7-yə uyğun gəldi I. Bunu tapdıq. Deməli, I hərfi bizdə mersi, mayor və miyan sözlərindən başqa hansında vardı? Mersidən başqa. Bir də miyanda var idi. Deməli, miyan bu sevirənin içərisində yazılacaq. Çünki I hərfi buradadır. Baxın, bu yaşın içərisinə düşdü. 7-nin yanına. Deməli, miyan burada, mersi burada, avtomatik mayor da hara düşür? Mayor da düşür bura. Mayor buradadırsa o hərf nəyə uyğun gələcək? 1-ə. Çünki odan bir dəfə istifadə olunmuşdu. Bir də cəmi bir sevirənin içərisindədir. Deməli, 1-ə də o hərf uyğun gəldi. O da D variantında verilib. Deməli, doğru cavabımız olacaq D, B və C bu sualda. Biraz qarışıq idi. Ona görə izaha diqqətlə baxmalısınız ki, bu sualda hər hansı bir probleminiz qalmasın. 2020-ci ilin qəbul sualıdır. 28 idi, 26 idi bu 27-ci suala baxırıq indi. 27-ci sualımız nisbətən asandır. Deməli, baxın, birbaşa göstərəcəm. Kiçik ədədlərdən böyük ədəd alınıb. Burada bir vurma prosesi ola bilər deyə düşünəcəkdik. 6-nı vursa 8-ə 48. Eyni əməliyyatdır. Üstbüzaqda 6-nı vursa 3-ə 18. 48-dən 18 çıxanda 30. Baxın, 3-ü vursa 12, 36. 3-ü vursa 4-ə 12. 36-dan 12 çıxsa 24. Eyni qaydada. 6-nı vuram 8-ə 48. 3-ü vuram 9-a 27. 48-dən 27 çıxanda nə alınacaq? 21 alınacaq. Deməli, bu sualda doğru cavab olacaq məhz C variantı. 28-ci sual. Baxın, biz birbaşa sola sağa bərabərləşdirirsək, A-nın qiyməti 11, B-nin qiyməti 2 olur. A 11, B-si 2. Mən 11 operator 2'ye 1x demiş olsam, buna 1x desəm, nə alınacaq? 2x bərabərdir. 11 2'ye vursaq 22, 1 çıxsaq 21. 21 minus, baxın buna da x demiş yaxı. Minus x-a. X-a atıram sol tərəfə, olur x bərabərdir 21'ə. X bərabər olur 7'ye. Bitti. Mən bu operator x demişdim. Baxın burada dedik x dedik, burada x dedik. O operator x demişdik də x'in qiymətini tapmaq birbaşa həmin operatorun qiymətini tapmaq olur. Doğru cavabımız olur Y variantı. 29 sualımız yenə 2024-ün qəbul sualdır. 84 21-dən 4 alınıb sanki, elə deyil. Əslində bu nədir? Birbaşa göstərəcəm. Bu 84 deyil, 48-dir. Bu 21 deyil, 12-dir. 21-i bölüb 12'yi alıb 4'ü. Bu 57 deyil, 75'dir. Bu 51 deyil, 15'dir. Dedi ki, sonu birlərlə bitibsə, adətən bu nə ola bilər? Tərsə çevirmiş ola bilər. Bu bizim üçün ipucuydu. Deməli, 75'i bölüb 15'i 5 alır. Deməli, bu 63 yox, 36'dır. Bu 81 yox, 18'dir. 36'nı da 18'e bölür 2 alır. Deməli, tərsinə çevirəm. 29 yox, 92, 32 yox, 23. 92'ni də biz nə edirik? Bölür 3'ə, 23'ə, alır neçəni? 4'ü. Cavab olur C variantı. Baxın, sonlarının 1 ilə bitməsi ilə tutmaq olardı ki, burada tərsə çevirmə var. Bununla bağlı dərslərdə biz kifayət qədər danışmışıq. 30-cu sual bir şifrə sualdır. Yenə qəbuldur. Deməli, diqqətlə baxaq, bizə şifrələr verilib, buna uyğun cavab variantını tapmağa çalışmalıyıq. Deməli, birinci söz almağa çalışıramsa, birinci şifrəmdən başlayıram. Birinci şifrə hansıdır? Yanına bir yazılandır. Məsələn, buradakı bir AT nə deməkdir? AT hərf birləşməsinin birinci hərfin şifrəsi olduğunu göstərir. Bu yerlər qarışdırılıb. Amma birinci şifrə hər zaman yanına bir yazılanlar olur. Baxın, birinci şifrələr bunlardır. İndi, mən nə axtarmalıyam? Şifrə olaraq E və S hərf birləşməsini axtarmalıyam. Və gəlib baxıram, E-S hərf birləşməsi harada var? Baxın, burada var. İndi yanına 2 yazılıb. Bu onu göstərir ki, E-S hərf birləşməsi ikinci hərfin şifrəsidir. Yəni, onun şifrəsidir. Və ya E-S hərf birləşməsinin şifrəsi odur. O hərfidir. Deməli, bunun qarşılığı olaraq mən nə tapdım? O hərfini tapdım. İndi bu birinci şifrədir. O hərf harada gələcək? Birinci yerdə gələcək. O hərfi birinci yerdə gələn bir dənə variant vardı. O da Y variantı idi. Baxın, bu qədər sürətli şəkildə cavabımız çıxmış oldu. 31-ci sualımız tərs operatordur. Birinci standart qayda yazıram. Sola sağa bərabərləşdirirəm. A bərabərdir 7-yə, B bərabərdir 1-ə. Bərabərin sağında yazıram yerinə. B 1-dir, A da 7-dir. Nə alınırsa bir kənardan yazıram. Baxın, 7 operator dairə forması göstərəcəm uşaqlar rahat olsun deyə və kvadrat forması göstərəcəm. 7 operator 1 bərabərdir. 2 dəfə 1 2.
2 plus 2 vurulsun 1 operatoru 7 çıxılsın 4 verdi 28. Biraz uzadacağım ki tam başa düşəsiniz. İndi mən bunun qiymətini tapmaq üçün gərək bunun qiymətini tapam. Elə deyil, dedik ki, bəsən x bərabərdir y minus tutaq ki 23.8 yazılıbsa, mən x tapmaq üçün gərək y tapam. Y tapmaq üçün y hesablayıb qiymət alacağım və gətirib onu yuxarıda yerinə yazacağım. Bu qaydada. İndi mən 7 operator 1, yəni bunu hesablamaq üçün gərək bunu da hesablayam. Eyni yerdə hesablayacağım. Çünki sənin bir dənə operatorum var. Solu 1, sağı 7-dir. Bu səfər A1-dir, B7-dir. Yazıram yerinə. B7, A isə 1-dir. Sol sola, sağ sağa. Baxın, solu 1-dir, solu A-dır. A bərabər oldu 1-ə. Bu qaydada. A1, B7. İndi nə alınır? İndi sağlam ki 1 operator 7 bərabərdir. 7 dəfə 2, 14 plus 2 vurulsun. 7 operator 1 çıxılsın 4 verdi 28-ə. İndi məndən soruşulan 7 operator 1-ə mən 1x deyəcəm. Bunun tərsinə 1 operator 7 isə 1 y deyəcəm. Harada 7 1 görürəmsə yerinə x yazıram. X bərabər olur. Buradan yazacağım elə. Baxın, müsbət 2 mənfi 28. Bu mənfi 26 deməkdir, elə deyil. 2 vurulsun. Baxın, buna isə y deyəcəm. 1 7-yə y, 7 1-ə x deyəcəm. Deməli, 2y minus müsbət 2 mənfi 28 minus 26. Baxın, buna mən y demişdim. Y bərabərdir. Müsbət 14 mənfi 28 mənfi 14'ü verir bizə. Biz də buna x demişdik, elə deyil, daha öncə. 2x minus 14. İndi mən y-in qiymətini tapdım. Bu y-in qiymətini gətirib burada yerinə yazmalıyam. O zaman nə alınır? X bərabər olur 2 vurulsun. Baxın, y-in qiymətinin yerinə bunu yazıram. 2x minus 14'ü çıxılsın 26. Bu 26'ın yaddan çıxartmaq olmaz. X bərabər olur 4x minus 28 minus 26'ya. Buradan mənfi 3x bərabər olur mənfi 54'ə. X də bərabər olur müsbət 18'e. Bitti. Məndən soruşulan bu operatora mən x demişdim axı. X'in qiymətini tapmaq həmin operatorun qiymətini tapmaq hesab olduğuna görə cavabımız olacaq. Bu sualda da B variantı. Və keçirik 32 nömrəli suala. Yenə bir operator verilib. Biraz dövrü operatordur. Qarışıq görünə bilər, amma o qədər də ağır bir sual deyildi. Birinci 9'dan 4'e hesablayıram. Ulduz verilib mənə burada. Sol sola bərabərdir. A bərabər 9'a, B bərabər 4'ə. A 9'dur, B də 4'dür. İndi mən ulduzu tapmaq üçün gərək 3 bucağı tapam. 3 bucaq harada verilibsə düşürəm ora. Sol 9'dur yenə. Baxın, burası sol 9, sağ 4'dür. A 9, B də olur 4. Yerinə yazıram. A 9, B 4'dür. İndi 3 bucağı tapmaq üçün kvadrat tapacağım. Kvadrat tapmaq üçün düşəcəm bura. Demək, kvadratın sol 9, sağ 4'dür. Yenə A 9, B 4 oldu. Yerinə yazıram. A 9, B 4 olsa. 9 dəfə 4, 36. Üstə 4 gəlsəm 40, üstə 9 gəlsəm 49. 49 oldu qara kvadratın qiyməti. Mən gətirib burada qara kvadratın yerinə nə yazıram? 49 yazıram. 49 plus 4 olur. Bizə verir 53'ü. 53 olur, baxın, bu sətrin qiyməti. Yəni 3 bucaq olan hissənin qiyməti. Mən gəlib yuxarıda bu 3 bucaq olan hissəni sildirəm, yerinə yazıram 53. 53 plus 9 da bizə verir 62'ni. Axır ki, ulduz operatoru olan hissənin qiymətini hesabladım. Yəni bunu hesabladım, nə aldım? 62 aldım. 62 bərabərdir. İndi bunu hesablamalıyıq. Sildirəm indi bu hissəni. Deməli, görək nə alınacaq buradan indi. Baxın, solu S-dir. A bərabər olur S-yə. Sağı 3'dür. B bərabər olur 3'ə. Yerinə yazıram. A S-dir, B isə 3'dür. İndi mən 3 bucağı tapmaq üçün kvadratı hesablamalıyam. Onun üçün düşəcəm bura. Solu S-dir. A S-dir, B də 3'dür. Yerinə yazıram. A S-dir, B isə 3'dür. Buradan nə alınır? 3S, 1S burada 4S. 4S plus 3 alınır. 4S plus 3 kvadrat olan hissənin qiyməti idi. Bunun qiyməti idi. Onu silirəm. Yerinə yazıram 4S plus 3'ü. Plus 3, baxın, bir dənə plus 3'ün burada vardı. Yaddan çıxartmaq olmaz. Plus 3. Bu bizə verir 4S plus 6'nı. Deməli 4S plus 6 axır ki 3 bucağın qiyməti oldu. Deməli mən indi bunu silirəm. Yerinə yazıram nə bərabərliyin sağına? 4S plus 6. Sadələşdirsək 4S bərabər olacaq 62'dən 6 çıxanda 56. S ilə bərabər olacaq 14'ə. Bitti. Elə məndən S-nin qiymətini istəyirdi deyə cavabımız Y variantı 14 olmuş olacaq. Biraz çətin idi. Daha öncə qəbul sualları işlədi. Elə işlədiyimiz qəbul suallarına baxdıqda bu sual daha çətin idi. Bu qəbul deyildi. Deməli, daha sonra 33 nömrəli suala baxırıq. Yenə bir riyazi əməldir. Yenə biraz çətin kimi görünür, amma o qədər ağır deyildi. Birinci mötərizənin içindən başlayırıq hər zaman. Ulduz mənə verilib birinci sətirdə. Sol sola bərabərdir. A bərabər 6'ya. Bərabərliyin sağında baxın, nəyəsə bərabərləşdirmə haqqımız yoxdur. Qiyməti yerinə yazıb hesablamalıyam. Necə ki, bura 6 yazıb 2 dəfə 6 12 deyərəmsə, burada 6 yazıb 2 plus 6 deməliyəm.
Nə olsun operator var. 2 plus 6 mənə verir 8'i. Bu oldu 8. İndi mən ulduzu tapmaq üçün gərək kvadratı hesablayayım. Kvadrat burada düşdüm bura. Sağa 8, sağa A bərabər 8'ə. Yerinə yazıram. 2 dəfə 8 16. Deməli kvadrat 8'in qiyməti 16 oldusa, mən bu kvadrat 8'i silib yerinə yazıram 16. O da eyni zamanda nəyə bərabərdir? Ulduz 6'ya. Deməli ulduz 6'nın qiyməti neçə oldu? Tapdım son nəticədə. 16 tapdım. İndi mən son nəticədə nəyi hesablayacağam? Baxın, əlimdə bir operator qalıb. Bunu da hesaplamalıyım. 16 cavab deyil. Kvadrat olan isə də burada hesablayacağım. Hər zaman operator axtaranda bərabərliyin solunda axtarın. Sağda axtarmayın operatoru. Solda axtarın. Sağadır. Sağ bərabərdir 16'ya. A bərabərdir 16'dırsa A'nın qiymətini yerinə yazırım. 2 vurursun 16 32'ni verir. Axır ki mən kvadrat 16'nı da hesapladım 32 tapdım. Əlimdə bir operator qalmadı. Deməli tapdığım cavab son nəticə olmuş olacaq. Cavabımız olur 32. 34 nömrəli sualın birinci sətrində bir kiçik yanlışlıq vardı. Rəqəm 1 düşməmişdi. Baxmırdıq, amma digərlərinə cavab çıxırdı. Diqqətli baxsaydıq 9 4-dən böyükdür 4 2-dən. 8 üstdən 7 4-dən, 7 2-dən 8 4-dən. Bütün ədədlərin birinci rəqəm ikincidən böyük idi. Deməli bu qədər təsadüf olmazdı. Müəllif bunu düşünərək edib. Birincini ikincidən böyük qoyub ki, birincidən ikincini çıxa bilsin. 9'dan 4 çıxsam 5, 4'dən 2 çıxsam 2. 5 də 2 də mənə verir 10'u. 8'dən 3 çıxsam 5, 7'dən 4 çıxsam 3. 3 də 5 mənə verir 15'i. 7'dən 2 çıxdım 5. 8'dən 4 çıxdım 4. 5 də 4 də mənə 20 verəcək. Deməli bu sualın da doğru cavab olur A variantı. Və gedirik sonuncu sualımıza. 35 nömrəli sual. Yenə operatordur. Dedik ki, rəqəmlərin sayı çoxdursa biz rəqəmlərə ayrı-ayrı baxırıq. Rəqəm hasili rəqəm cəmindən getmək olardı. Amma rəqəm hasili rəqəm cəmi yoxsa tam bir qayıdğanlıq tapmaq olmayacaq, təəssüf ki. Amma diqqətli olsaq, baxın, burada belə bir ipucu var idi yenə. 7 4-dən böyük, 7 6-dan böyük, 6 2-dən böyük, 4 1-dən böyük. Bu qədər təsadüf ola bilməzdi. Deməli, müəllif elə birinci rəqəmlə ikinci rəqəm çıxacaq ki, birinci rəqəm 2-dən böyük götürsün. 7-dən 4 çıxsa 3, 3'ü yazır 2'nin qüvvətinə, o bizə verir 8'i. 7'dən 6 çıxır 1, yazır 3'ün qüvvətinə. 6'dan 2 çıxır 4, yazır 1'in qüvvətinə. Mən bu 4'dən bu 1'i çıxıram 3, 3'ü yazıram bu 3'ün qüvvətinə, 3'ün kubu da mənə verir 27'ni. Deməli, bu sualda doğru cavab olur 27. Və bununla da sonuncu sualımızdan yekununa gəlmiş olduq. Deməli, bütün testləri yığmışdım, ad soyadları yazmışdınız, yoxlamışam demək olar ki hamısını və dərslərinizdə paylayacağım. Necə yazdığınızı artıq görmüş olacaqsınız. Ona qədər də izaha baxırsınız yenə və ya payladıqdan sonra necə istəyirsinizsə, hər biri qəbul sualı olduğu üçün izahlar sizin üçün çox vacib idi. Bununla da sualımızı, videomuzu yekunlaşdırmış olduq. Növbəti izah videolarında görüşənə qədər hələlik.